Он тоже бронирован. Rusiya ordusunun əsgərləri Kursk bölgəsində Ukrayna ordusu tərəfindən məhv edilmiş zirehli döyüş texnikasını və mülki nəqliyyat vasitələrini nümayiş etdiriblər. Sosial şəbəkələrdə yayılan görüntülərdən göründüyü kimi zirehli texnikalar, döyüş maşınları, UAZlar və digər nəqliyyat vasitələri Ukrayna dronları və artilleriya zərbələri ilə yol boyunca məhv edilib. Məhv edilmiş texnikalar arasında Ukrayna ordusuna məxsus bir zirehli maşın da müşahidə olunub. Qeyd olunmalıdır ki, Ukrayna ordusu ötən ilin avqust ayından bəri Kursk bölgəsində hərbi əməliyyatlar aparır. Rusiya rəhbərliyi Ukrayna ordusunun Kurskdan geri çəkildiyini iddia edir. Lakin Kiyev bu iddiaları təkzib edir və bölgədə döyüşlərin daha da şiddətləndiyini bildirir. Пешком бы дойти тоже. Бог даст. Дойдем. Да, я тоже фоткал дома. Сегодня сгорел. Да. Нихуя таблетка, это что-то нахуй. Она у всех. А, нет. Вот она, наша таблетка, вот вторая. Вот этот Урал я видел, он заезжал. Что-то не подорваться бы ни на чем. 120-ка. Нихуя, это Согнуло, нахуй. Смотри, хомутом стянули. Он тоже бронирован. Короче, идем пешком, машина не доезжает. Пешком бы дойти тоже. Бог даст. Дойдем. ...2025-ci ilin aprel ayında Ukrayna Müdafiə Qüvvələrinin pilotsuz sistemlər bölmələri dronlarla 83 mindən çox düşmən hədəfini vuraraq məhv edib. Bu rəqəm mart ayı ilə müqayisədə 8% çoxdur. Yəni məhv etmənin effektivliyi daha 5% artıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski pilotsuz sistemlərə dair aylıq müşavirədə bildirib. O, bu operatorlarının düşmənin məhv edilməsində layiqli nəticələr əldə etdiyini vurğulayıb. Obazevatilin məlumatına görə general əlavə edib. Effektivliklərinə görə əskərlərimizə minnətdaram. Lakin bugünkü yüksək texnologiyalı müharibə daimi irəliləyiş, daha yüksək səmərəlilik və dronlar istiqamətində səylərin genişləndirilməsini tələb edir. Müşavirədə PUA bölmələrinin komandirləri iştirak edib. Onlar çıxışlarında dronlardan istifadə və ən yaxşı nəticələrin əldə edilməsi üzrə unikal təcrübələrini bölüşüblər. Sırski vurğulayıb ki, bu cür tədbirlərdə ən dəyərli olan onların döyüş təcrübəsi, təşkilatı və texnoloji bilikləri, eləcə də problemli məsələlərin həlli ilə bağlı təklifləridir. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı qeyd edib. PUA istiqaməti bizim üçün prioritetdir. Çünki bu düşməni uzaqdan dəf etməyə və məhv etməyə, piyadalarımızın həyat və sağlamlığını qorumağa imkan verir. Onun sözlərinə görə, hazırda müdafiə qüvvələri PFS bölmələrinin briqada və alaylara qədər genişləndirilməsi, onların komplektləşdirilməsi və imkanlarının yaradılması üzrə vəzifələr üzərində işləyir. Obazevatilin məlumatına görə, təlim mərkəzlərində PUA operatorlarının peşəkar hazırlığı, həmçinin ordu və ictimai sektor arasında qarşılıqlı əlaqənin inkişafı, xüsusən də mülki məktəblərdə dron operatorlarının təlimi də artırılır. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri PUA bölmələri üçün kollektiv təlim sisteminin formalaşdırılması üzrə yol xəritəsi hazırlayıb. Müdafiəçilərin əsas vəzifəsi Rusiya dron operatorlarını və onların idarə etmə məntəqələrini məhv etməkdir. Baş komandan vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər qüvvələri əməliyyat taktiki qruplardan birinin əməliyyat zonasında bu cür döyüş üsullarını uğurla sınaqdan keçirib, lakin düşmən də yatmış. Buna görə də Ukraynalılar pilotsuz sistemlər sayəsində Rusiya təcavüzkarının uğurlarını qiymətləndirməməyə haqlı deyirlər. Sırski yekunlaşdırıb. Biz müəyyən etdiyimiz yüksək tempi qorumalı və döyüş meydanında müasir texnoloji həllərin tətbiqi sahəsində ordumuzun, cəmiyyətimizin, müdafiə sənaye kompleksimizin bütün imkanlarından, həmçinin tərəfdaş ölkələrin yardımından istifadə edərək düşməndən irəlidə olmalıyıq.
Belgorod istiqamətində Rus əskərləri daim itkilər, zəif taktika və fasiləsiz Ukrayna dron zərbələri ilə cəhənnəm kimi bir əzabın içində qalıblar və müharibə boyu ən aşağı əhval-ruhiyyə böhranlarından birini yaşayırlar. Evramaydan Press yazır ki, son vaxtlar spirtli içki aludəçiliyi və ümidsizlik o həddə çatıb ki, sərxoş Rus əskərləri artıq Rambo üslubunda hücumlar etməyə başlayıblar. Ukraynanın ilk hücumundan sonra Rusiya bölgəyə minlərlə canlı qüvvə göndərdi. Lakin onlardan yüzlərlə nəfər hələ yolda olarkən Ukrayna hava zərbələri ilə məhv edildi. Bu, Rusların təşkilatlanmış əks-hücum qabiliyyətini dağıtdı və əskərləri səpələdi. Bu əziyyət Rusları yenidən dəstəksiz piyada hücumlarına sövq edir. Çünki görünür, Rus komandanların başqa çıxış yolu yoxdur. Təzyiqi bir anlıq da azaltsalar, Ukraynalılar Belgorodda daha çox kəndi ələ keçirə bilərlər. Hücumlarını həyata keçirmək üçün Rus piyadaları Demidivka və Papivka kəndlərinə doğru dar meşə zolaqları və böyük meşəliklərdən keçməyə çalışırlar. Evramaydan Press qeyd edir ki, topoqrafik xəritəyə baxdıqda ərazinin relyef baxımından çox mürəkkəb olduğunu, dərələr və çay vadilərinin geniş yayıldığını görmək olar. Ukrayna atəşindən bir qədər qorunmaq üçün Ruslar bu relyef xüsusiyyətlərindən istifadə edərək yaşayış məntəqələrinə çatmağa çalışırlar. Bu məntəqələrə daxil olduqda artıq atəşə daha az məruz qalırlar. Çünki tərk edilmiş və dağıdılmış evlər, zirzəmilər və anbarlar sığınacaq tapmaq üçün kifayət qədər imkan yaradır. Bu taktikalara qarşı Ukraynalılar əsasən dron müşahidələrinə bel bağlayırlar və meşə kənarlarını izləyir. Rusların girdiyi binaları FPV dron zərbələri üçün işarə edirlər. Dronlar daim Rusların təchizat yollarını izləyir. Əvvəlki hava zərbələri isə logistika mərkəzlərini və bazaları dağıdır. Evramaydan Press bildirir ki, bu səbəbdən təchizatın davamlılığı praktiki olaraq mümkünsüz olub. Demidivkadan yayılan görüntülərdə Rus əskərlərinin ağır çantalarla uzun müddətli döyüş üçün gərəkli ləvazimatları özü ilə daşıdığı görünür. Rus əskərləri arasında əhval-ruhiyyənin zəifliyi və alkoqolizm həm onların düşdüyü ümidsiz vəziyyəti, həm də komandanlığın səylənkarlığını əks etdirir. Dəstəksiz hücumlar və intihara bənzər taktikalar Ukrayna dronları və atəş nöqtələri qarşısında ağır itkilərlə nəticələndi. Müəyyən bir məqsədin olmaması və itkilərin artması nəticəsində saxı qalanlar döyüşmək istəyini itirirlər. Komandanlıq və idarənin olmaması vəziyyəti daha da ağırlaşdırıb, əskərlər real qazanc əldə etmək yox, sadəcə təzyiqi saxlamaq üçün mənasız hücumlara göndərilir. Nəticədə Ruslar uğursuz hücumlarını davam etdiriblər. Bu hücumların davamlı olmaması və böyük itkilərlə müşayiət olunması Rus əskərlərinin ruh düşkünlüyünü tamam çökdürüb.